Yaxşı, gecenin bu vaxtı bizim mikrorayona necə düşmüşsən? Bildim. Yox əşi, eləcə tanışımdır. Çox yaxşı adam. Aramızda heç nə olmuyor. Onda bağışla. Qonaq gelmişdim. Tərslikdən yağış başladı, buna görə də orada qaldım. Laf əla oldu. Qonaqlar çıxıb gediblər. Bu günsə oğlumun 5 yaşı tamamdır. İstəyirəm kef eləyim özüm üçün. Evdəkilər də yatırlar. Tək başına da içə bilmirəm. İstəyirəm əməlli başlı kef eləyim. Danışaq, yiyək, içək, sağlıq deyək. Düzdür? Səni Allah göndərib mənim yanıma. Sağ ol. Sənin sağlığına. Çox sağ olun. Sizin sağlığınıza. Bura bax, sən çağıranda niyə elə qorxdun, ha? Yox, qorxmadım. Təəccüb elədim. Necə olsa gecədir. Mən də özgə adamam sizin üçün. Mən səni görəndə yaman sevindim. Ələl xüsus deyəndə ki, qatarın səhər gedəcək. Laf ürəyimlə oldu. Doğrudan əla oldu. Hərşəndir məni bura gətirəndə heç kəsi görmək istəmirdim. Qanım qarı idi. Bəs indi? İndi yaxşıyam. Yaxşı yox, əlasan. Əsl ad günü bax, belə olar. Sağ ol. Sağ olun. Bir musiqimiz çatmır da. Gecdir daha. Elə-belə deyirəm. Musiqini sevirsən? Bir şey də çala bilirsən? Yox. Mən də sənin kimi. Uşaq vaxt həvəsim vardı, piyanino çalmaq istəyirdim, amma yoxumuzdur. Oradan qaydandan sonra qarmonu aldım.